Əziz bircələr, bugün sizə çəkdiyim növbəti dərs izahı 20-ci əsrin əvvəllərində aqrar islahat və kənd təsərrüfatı dərsidir. Növbəti izah edəcəyimiz dərs. Kənd təsərrüfatı hissəsindən biz 19-cu əsrdə kəndli qrupları haqqında məlumat verəndə demişdik ki, Azərbaycan Rusiya tərəfindən işğal olunandan sonra iki dənə kəndli qrupu yaradılır. Bir dövlət kəndləri, bir sahibkar kəndləri. Xatırlatmaq üçün deyirəm bunu. Dövlət kəndləri əvvəllər xan torpağında yaşamış kəndlər idi. Sahibkar kəndlər isə bəy və ağaların torpaqlarında yaşayan kəndlər idi. 19-cu əsrdə Azərbaycan kənd sahəsində, yəni kəndlər arasında yalnız sahibkar kəndlərin arasında islahat keçirilmişdi. Dövlət kəndlərinin arasında islahat keçirilməmişdi. Ona görə də dövlət kəndlərinin vəziyyəti pis idi. 20-ci əsrin əvvəlindən söhbət edəndə biz burada köçürmə siyasətinin davam etdiyindən danışırıq. Hansı ki, köçürmə siyasətinə vaxt başlamışdı Azərbaycan, Rusların köçürülməsi? Ay sağ ol, Fizzənin dişinin ağrısı keçdi. 1830-cu ildə Azərbaycana Ruslar ilk dəfə köçürülmüşdü. Deməli, 19-cu əsrin, məsəl üçün 30-cu illəri, 19-cu əsrin sonları, 20-ci əsrin əvvəlləri bu üç dövrün oxşar xüsusiyyəti kimi sizə, on telefon müsadir elə, sizə köçürmə siyasətinin haqqında danışa bilər. Burada köçürmə siyasəti hissəsindən danışanda sizə iki dənə məqsəd verir. Bir siyasi məqsəd, bir də sosial-iqtisadi məqsəd. Siyasi məqsəd kimi ona deyir ki, Azərbaycan ərazisində öz əhalisinin sayını artırsın Ruslar. İqtisadi məqsəddə ki, Rusiyadakı adı nədir? Aqrar məsələni, yəni torpaq problemini məsələsini həll eləsin. Biraz bir çox qışqırıram. Qoy biraz yavaşla, mikrofonla olsun. Bu problemi həll eləmək üçün köçürmə həyata keçirilmişdir. 20-ci əsrin əvvəlində köçürmə siyasəti Azərbaycanda Muğam bölgəsində həyata keçirilmişdir. Orada bir ifadə var. Deyir, Ruslar daha çox öz həm soydaşları da neysə, sarıları köçürəndə daha çox Cənubi Azərbaycanla sərhəddə köçürürdülər. Bunda da məqsəd təbii ki, iki dənə xalq arasında əlaqənin kəsilməsinə nail olmaq idi. Və hətta bura köçürülmüş Ruslara Muğan ərazisində onlara silah daşıma hüququ da verilmişdi. Onlar deyildilər ki, yerli əhali vəhşidir. Onlar gəlib sizi yaba ilə öldürə bilər. Ona görə biz sizə silah veririk ki, özünüzü qoruyun, fikir verin. Biz onları yaba ilə öldürəcəyik, onlar bizi silahla vuracaqlar. Və bu silah onlara dövlət tərəfindən verilmişdi. Bu ifadəyə də fikir veririk. Bu köçürmə siyasəti idi, bizim köçürmə siyasəti. İndi isə keçirəm artıq aqrar qanunlar hissəsinə. Aqrar qanunlar hissəsinə danışanda burada birinci dövlət kəndlərinin ümumi vəziyyəti haqqında bir neçə kəlmə məlumat verməliyəm. Dövlət kəndləri yaxşı vəziyyətdə döyüldülər. Çünki 1840-1870-ci il islahatları onlara şamil edilməmişdi. Eyni zamanda onların ərazisini qolçomaqlar, mülkədarlar istədiyi kimi gəlib qəsb edib çıxıb gedirdilər. Dövlət onların işlərinə baxmırdı, nəzarət eləmirdi. Eyni zamanda 1853-cü ildə Haycan Nicat 1853-cü ildə onların bir yerdən başqa yerə köçürülməsi qadağan olmuşdu. Ona görə dövlət kəndləri inci idilər, incimişdilər. Kimdən incimişdi? Yox, dövlətdən incimişdi, bəli. Və ona görə də 20-ci əsrin əvvəlində dövlət kəndlərinə aid 1900-cü ildə islahat keçirildi. 1900-cü il əsasnaməsi qəbul edildi. 1900-cü il islahatına əsasən, dəyərli dostlar, dövlət kəndlərinə sahibkar nəsli torpaqlardan, icma torpaqlarından nəsli istifadə hüququ verilmişdi. Baxın, icma torpaqlarından nəsli istifadə hüququ verilmişdi onlara, dövlət kəndlərinə. Bu da onların islahatında bizə kəlməli istiyor. Başqa heç bir şey danışmır. Sonra dövlət kəndlərinə aid növbəti islahat 1903-cü ildə həyata keçirilir. Bu islahatda isə deyir ki, əziz şəkil abituriyent, 1903 islahatına deyir ki, onlara verilən torpaqların sərhədləri müəyyənləşdirilir və onlara çəmən, otlaq, meşə sahələrindən pay torpağın verilməsi nəzərdə tutulur. Qulağa xoş gəlir də çəməndən, otlaqdan pay torpağın verilməsi. Deyirsən ki, yenə əla bir şeydir, amma heç yaxşı bir şey deyil idi. Çünki insanlara verilmiş torpaqlardan istifadə müqabilində dövlətə vergi ödəməli idi bu insanlar. Və bunlara otlaq verilibdir, bunlara məsələn meşə verilibdir. Meşə torpaqlarda və otlaq torpaqlarda səmərəli torpaq deyil. Çünki bunlarda əkin biçin üçün faydalı bir şey yoxdur. Bu otlaqdır da, otlaqda nə əkib biçəsən ki? Və bu da vergilərin artırılmasına gətirib çıxardı. Yəni insan oradan məhsul çıxarda bilmir, əvəzində məcbur vergi ödəməli idi. Bu da dediyim kimi vergilərin artırılmasına gətirib çıxarılmışdı. Bir də bayaq yadımdan çıxıb demək, 1900-cü il islahatına görə, nəsli istifadəyə görə verilmiş torpaqlar onlara birbaşa keçmədi.
Bu da 1870 islahatı ilə oxşar xüsusiyyət idi, 1900 islahatının. 1903 islahatı da bu qədər. Dərsimizin növbəti hissəsi və sonuncu hissəsi 1912-ci il islahatıdır. Növbəti islahat 1912-ci ildə qəbul edilmişdi, həyata keçirilmişdi. Baxın, bu islahatın adını bilmək vacibdir. Nəyə görə? Çünki bəzən islahatın ilini yox, adını verirlər. Cənubi Qafqaz sahibkar kəndlərinin torpaqlarının məcburi satın alınması haqqında qanun 1912-ci ildə. Bu qanuna görə 1-70-ci ildən bir xırda bir iki dənə cümlə danışım, sonra keçin bura. 1870-ci ildə Abdullah bax dərs izah istəyirdi, indi özü yoxdur. 1870-ci ildə sahibkar kəndlərlə bağlı islahat keçirilmişdi. Bu islahatda deyir ki, onlara öz torpaqlarını satın alma hüququ verilmişdi. Hüququ. Torpaqlarını satın almadılar, sadəcə hüquq verildi. Niyə satın ala bilmədilər? Çünki onların qədir torpaqları almasına görə dövlət tərəfindən maliyyələşməsi baş tutmadı. Yəni dövlət pul vermədi də bizə ki, öz torpağını al. Və biz o dövrdə, yəni 1870-dən etibarən 1912-yə qədər olduq nə müvəqqəti mükəlləfiyyətli. Yəni güya biz torpağı aldığımız zəhmət qarşılığında iş görməliydik. O işin əmək haqqısı bitəndə artıq biz o torpağı ala bilərdik. Yəni dövlət sahibkar kəndləri ala bilərdi həmin dövrdə. İndi isə bunlar dedi ki, yox, bu belə olmaz. Qərar qəbul elədilər 1912-ci ildə. Bu qərarda deyir ki, dövlət sahibkar kəndlərinə maliyyə yardım edirdi. Pulu da 20 il müddətinə 6%-lə dövlətə qaytarmalıydın. Əslində yenə də dövlətdən borclu düşürdün. Heç bir müsbətə doğru addım yoxdur. Bir dənə müsbət bu olur ki, sən burada torpaq qazanırsan. Yəni torpağını ala bilirsən. Baxın, kəndlilərin torpaq mülkiyyətçisinə çevrilməsi 1912-ci il islahatına əsasən həyata keçdi. Yəni 1912-ci il islahatına görə onlar oldular torpaq sahibi. Amma burada bir bəzi məqamlar var. Onları da qeyd eləmək məcburdur. Onların hansı torpaqları ki, mülkiyyətinə keçirdi, yəni sahibkarlığını qazanırdılar kəndlilər. Həmin torpaqların ərazisində məsəl üçün bağ var isə, bağa görə pul ödəmirdilər. Su arxları qalırdı mülkədarın tabeliyində. Çəmən otlaq torpaqlarından pay torpaq verilə bilməzdi. Bu 1903 islahatından fərqli xüsusiyyətdir. Samir, bala, bu dəli deyil. Bir də çöndü gördün qulağını ilə şillə ilə qoydu ki, sən niyə eləyirsən, niyə toxunursan cəmaata, bala? 1912-ci il islahatından fərqli, bala, onu döyəcəklər bu saat. 1912 islahatından da fərqli xüsusiyyət idi bu. 12 islahat deyilmək. 1903 islahatından fərqli xüsusiyyət idi. Və bu islahatın nəticəsində bir daha qeyd edirəm, bu cümlə çox önəmlidir. Çünki sahibkar kəndləri torpaq mülkiyyətçisinə çevrilir və onların müvəqqəti mükəlləfiyyətləri adları aradan qaldırıldı. Bu bitdi, bu islahat bitdi. Bir də sizə deyir ki, 1913-cü ildə eyni islahat Zaqatala, Dərbənd bölgələrinə şamil edilmişdi. Hansı ki biz deyirik ki, bu islahat 1863-də nəzərdə tutulmuşdu, orada həyata keçirilməli idi. Amma əhalinin üsyanı səbəbi ilə islahat həyata keçirilə bilməmişdi deyə 1913-cü ildə orada islahat həyata keçirildi və təhkimçilik münasibətləri ləğv olundu. Bu da sizin o birisi dərsiniz. Bu da qutardı. Əziz dostlar, artıq bugünkü izahlarımız tamam qutardı. Qısa konkret surətli izahla dərsi sərdim sizin qabağınıza. İndi buradan o yana oxumaq sizin öz ləyaqətinizə qalıb. Ləyaqətinizə uyğun olaraq dərsi oxuya bilərsiniz. Yox, siz deyirsinizsə bizim ləyaqətimiz yoxdur, o mənim qarşılayacağım məsələ deyil. Yəni mən qarşıya bilərəm, xəyal. Ay, sağ ol. Yəni siz istəyirsiniz oxuyun, istəyirsiniz nağarın. Cəhənnəmi oxuyun. Növbəti izahlarda görüşənə qədər özünüzə yaxşı baxın. Sağ olun.